Və çıxış üçün söz verilir növbəti Qurban bəy Məmmədli. Buyurun Qurban bəy, mikrofonu sizə adamız. Salam, hörmətli millət vəkilləri, hörmətli sədr, çox sağ olun sövbəyinizə görə. Mən əvvəla Namizəd bəyə və çıxışların hamısını təşəkkür edirəm. Problemlə bağlı o qədər ətraflı danışdılar ki, əlavə deməyə belə bir söz qalmadı. Mən sadəcə bir məsələ istəyirəm, həm hörmətli millət vəkillərin, həm də hal-hazırda bizi izləyən xalqımızın diqqətini bir şey yönəldim. Azərbaycan qanunvericiliyində sərhədlərin bağlanması, sərhədi bağlamaq, ümumiyyətlə sərhədlə bağlı qanunda bağlamaq sözü yoxdur. İstəyirəm bunu xalq bilsin. Yəni bu əməlin hüquq əsası yoxdur. Nəzər alaraq ki, dediyim kimi hədrəbi danışdılar, mən bir hüquqşünas kimi sərhədin bağlanmasının hansı qanunlarımızı pozması ilə bağlı qısa fikirlərimi bildirmək istəyirəm. Deməli, sərhədlərin bağlı saxlanması birinci növbədə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə ziddir. O maddə ailə, uşaqlar və dövlət adlanır. Maddənin məzmunu belədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Sərhədlərin bağlılığı nəticəsində öz ölkəsinə, öz ailəsinə geri dönə bilməyən ata və ana bu borcunu yerinə yetirə bilmir və sərhədlərin bağlanması uşaqların hüquqlarını pozur. 28-ci maddə burada Namizəd bəy də başqa çıxış eləyənə dedilər, azadlıq hüququ adlanır. O azadlıq hüququ adlanan maddənin 3-cü və 4-cü hissələri. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 4-cü hissə Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bu maddəni pozur. 32-ci maddə şəxsi toxunulmazlıq hüququ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Sərhədlərin bağlı saxlanması ailələrin daxili işlərinə qarışmaqdır. Onları bir-birindən ayrı saxlamaqla əslində baxsaq, dövlət məhz Konstitusiyamızın 32-ci maddəsində pozur. 34-cü maddə nikah hüququ. Bu sərhədlərin bağlanması o qədər böyük problemlər yaradır ki, nikah hüququ nədir? İnsanlar ər ilə arvadın hüquqları bərabərdir. Bu uşaqlara qayğı göstərmək, onlara tərbiyə etmək valideynlərə həm hüququ, həm borcudur. Soruşuram. Əgər sərhəd bağlanmağı nəticəsində ər qalıb Rusiyada, Avropada gələ bilmirsə, Türkiyədə gələ bilmirsə, ailə uşağı necə tərbiyə eləsin? Bu, Konstitusiyamızda istinad etdiyim 4 maddədir. Ailə məcəlləsini görün, neçə maddəsini pozur. 29-cu maddə, ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi. Uşaqları saxlamaqda, tərbiyə eləməkdə, böyütməkdə hüquq bərabərliyi var. İlham Əliyev rejim sərhədi bağlayıb, ər qalıbdır Rusiyada, qadın qalıbdır, xanım qalıbdır Azərbaycanda, tək tənha. 49-cu maddə, uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququ var. Faktiki olaraq sərhədlərin bağlılığı bu hüququ pozur. Valideynlər uşaqlarla yaşaya bilmirlər, uşaqlar valideynlərindən tərbiyə ala bilmirlər. Çox böyük problemlər yaranır. 50-ci maddə, uşağın öz valideynləri ilə, qohumları ilə ünsiyyətdə olmaq hüququ. 51-ci maddə, uşağın müdafiə hüququ. Valideynin borcu uşağı müdafiə eləməkdir. Bugün xaricdə qalan vətəndaş uşağını müdafiə elə bilmir. 58-ci maddə, uşaqların tərbiyəsi və təhsilinə valideynlərin hüquq və vəzifələri adlanır. Ata və ana, valideynlər uşağın həm tərbiyəsindən, təhsilində bərabər hüquqlu iştirak etməlidirlər. Sizcə indiki vəziyyətdə mümkündürmü? Yox. 59-cu maddə, uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin yenə hüquq vəzifələri. 62-ci maddə, baba, nənə, qardaş, bacı və digər qohumların uşaqlara ünsiyyət hüququ. Baba gedib işləməyə, ata gedib işləməyə, əmi gedib işləməyə, vətənə qoymurlar qayıtsın. Uşaqla ünsiyyət bilirsin, nə böyük problemlər yaradır. Uşaqlarımız natamam böyür, natamamlıq kompleksi ilə böyüyürlər. Və 84-cü maddə, ər-arvadın bir-birini saxlamaq vəzifəsi. Əziz həmvətənlər, hörmətli millət vəkilləri, sərhədlərin bağlı saxlanması kişilərin öz qadınları qarşısında borclarını yerinə yetirməyə imkan vermir. Ailələr dağılır, uşaqlar başsız böyüyür. Əxlaqsız yayılır ölkədə. Çox biabırçı bir vəziyyətdir.
Qızlar ərə gedə bilmirlər. Xaricə iştahına gedən oğlanlarımız orada evlənməyə məcbur olurlar. Bu çox böyük bir demografik problem yaradır bizim dövlətimiz üçün. Dördüncü, bu sərhədlərin bağlılığı pozğun qanun, uşaq hüquqları haqqında qanun. 8-ci maddə uşağın yaşamaq və inkişaf etmək hüququ. 11-ci maddə uşağın tərbiyə almaq hüququ. 17-ci maddə uşağın ailədə yaşamaq hüququ. 18-ci maddə valideynlərinə aid yaşlı uşaqların hüququ. 19-cu maddə valideynlərin hüquq və vəzifələri. Mən niyə bu uşaq hüquqlarına və ailə problemlərinə daha çox diqqətinizi cəlb edirəm? Çünki beynəlxalq konvensiya var. Dövlətlər qəbul etdiyi bütün qanunlarda mütləq uşaqların və qadınların mənafeyini öncəliklə nəzərə almalıdır. Və nəhayət, vaxtınızı çox almayayım, Avropa Konvensiyasının 8-ci maddəsi şəxsi həyata və ailə həyatına hörmət hüququ. Sərhədi bağlamaqla hakimiyyət ər-arvadlarını ayırır, valideyni uşaqlarını ayırır, ailənin bilavasitə şəxsi həyatına müdaxilə eləyir. Biz bu barədə Avropa Məhkəməsinə müraciət edən kimi bu maddənin pozulmasını Avropa Məhkəməsi tanıyacaq. 12-ci maddə nikah hüququ. Azərbaycan gənclərinin sərbəst nikah bağlama, nikaha girməsinə maneçilik törədirlər. Bu qəsdən törədilən bir əməldir və nəhayət 4 saylı protokolun deməli 2-ci maddəsinin 2-ci bəndi və 3-cü maddəsinin 2-ci bəndi. Hərəkət etmə azadlığı bu barədə danışdıq və vətəndaşların məcburi çıxarılmasının qadağan edilməsi. Açıq şəkildə yazır ki, hər bir vətəndaş istədiyi vaxt öz ölkədə gedib gəlmə hüququ vardır. Sərhədlərin bağlı saxlanması bu hüququ da pozur. Və sonda yekun olaraq mən hesab edirəm ki, sərhədlərin bağlanması, burada səsləndirilən bəzi argumentlər ki var, güya İrandan nə hücum olsa adamlar gələcək, Rusiyadan adamlar gələcək, qətiyyən. Əvvəla belə bir hal olacaqsa, sərhədlərin bağlanması əxlaqsızlıq və qanunsuzluqdur, qardaşa xəyanətdir. Biz quraq aşmalı edəcək ki, vaxtı ilə bizə quraq açıblar. İstər İrandan gələn, inşallah belə şeylər olmaz, istər Rusiyadan gələn. Mən hesab edirəm ki, sərhədlərin bağlanması çox məkirli bir niyyətlə həyata keçirilir. Xalq arasında ailələr, dostlar, qohum-qardaş arasında münasibətlərin zəifləməsinə, millətin iqtisadi baxımdan çökdürülməsinə burada çox yoldaşlar danışdılar və nəticədə millətin zəiflədilib ram edilməsinə, sərhədləri bağlamaq, bağlı bir rejim yaratmaq. Məhz bununla hakimiyyətin ömrünü uzatmaq məqsədi ilə edilir. Hesab edirəm ki, biz ələ verib burada səsləndi bu barədə də mütləq bu vəziyyəti dəyişdirməliyik, rejimi dəyişdirməliyik ki, belə alçaq, yaramaz münasibət Azərbaycan xalqına qarşı göstərilməsin. Təşəkkür edirəm diqqətinizə görə, minnətdaram, sağ olun. Təşəkkür edirəm Qurban bəy və biz artıq sərhədlərin bağlı saxlanması haqqında çıxış üçün yazılmış bütün millət vəkillərini dinlədik və burada bir neçə maraqlı fikirlər səsləndi. Fikirlərin biri bu quru sərhədlərin dərhal açılması tələbidir və bu barədə də bir qərarın hazırlanması lazım olacaq. Amma biz bunu mütləq səs verməklə qərarlaşdırmalıyıq. Çünki bu qərar Azərbaycan Xalq Parlamenti sədrinin qərarı deyil, Azərbaycan Xalq Parlamentinin qərarı olacaq. Ona görə də səs verməyə çıxarırıq. Deməli, quru sərhədlərinin dərhal açılması tələbi ilə Azərbaycan Xalq Parlamentinin qərarının hazırlanması təklif olub. Kim bunun leyhinə səs vermək istəyirsə, əl qaldırmaqla səs versin, zəhmət olmasın. Son 5 saniyə. Qırx nəfər leyhinə səs verdi. Və kim bu qərarın hazırlanmasını əleyhinə səs vermək istəyirsə, əlini qaldıraraq səs verə bilər. Son 5 saniyə. Üç nəfər.
Təşəkkür edirəm. Bu qərarın hazırlanması həvalə olunur İnsan Hüquqları Komitəsinə. Bütün burada iclasda səslənmiş bütün tezislərə istinad edilmək şərti ilə. Və keçid alırıq, deməli, ikinci məsələ burada səsləndirildi. Namizəd bəy, quru sərhədlərin açılması tələbi ilə məhkəmələrə və dövlət orqanlarına müraciət, həm yerli məhkəmələr, həm də Avropa məhkəməsinə bu barədə zəhmət olmasa və mövzunu yekunlaşdırmaq üçün son sözdə sizə verilir. Buyurun Namizəd bəy, mikrofon açın zəhmət olmasa. Çox sağ olun, hörmətli sədr. Mən bu barədə çıxışları dinlədim və qəbul edəcəyimiz qərarın layihəsini də hazırlamışam. Qısaca olaraq sizin nəzərinizə çatdıra bilərəm. Yeganə qalacaqdır ki, məzmunu biraz çıxışlara müvafiq olaraq artırmaq olar. Diqqətinizə çatdırıram. Azərbaycan Xalq Parlamentinin 10 mart 25-ci il tarixli iclasının ölkədə quru sərhədlərin 5 ildən bəri qapalı saxlanması ilə bağlı qərarı. Azərbaycan Xalq Parlamenti 10 mart 25-ci il tarixli iclasında ölkədə quru sərhədlərin 5 ildən bəri qapalı saxlanması ilə bağlı dinləmələri müzakirə edərək qərarı aldı. Müxtəlif bəhanələrlə ölkəmizin quru sərhədlərini 5 ildən bəri qapalı saxlanmasını konstitusiyon və insan hüquq və azadlıqlarının kobud sürətdə pozulması hesab etməklə və burada millət vəkillərinin elədikləri qeydlər də ora qısaca şəkildə qeyd olunmaqla qəti şəkildə quru saxlanması qəti şəkildə pislənilsin, quru sərhədlərinin dərhal açılması hakimiyyətdən tələb olunsun. Bu, qəbul edəcəyimiz qərarın layihəsi kimi qəbul olunur. Azərbaycan Xalq Parlamentinin sədri Abid Qafarov da imza edir. Bu qədər. Abid bəy, sizin o məsələ ilə bağlı ki, bizim parlamentin qərarından sonra biz hansı addımlar atmalıyıq? Biz bir neçə gündür bu məsələləri Xalq Parlamentinin millət vəkilləri ilə müzakirə edirik və belə bir qərara gəlmişik ki, biz həm vətəndaşlara müraciət etməklə, həm də bütün millət vəkillərinə müraciət etməklə dövlətin müxtəlif qruplarına, hakimiyyət orqanlarına, başlıca olaraq isə Azərbaycan Nazirlər Kabinetinə rəsmi ərizələrlə müraciət edirik ki, quru sərhədlərin bağlı saxlanması qərarı ləğv olunsun. Bu, insan hüquqlarının və konstitusiyanın kobud sürətdə pozulmasıdır. Heç bir əsası yoxdur. Hakimiyyətin məkirli məqsədlərindən irəli gəlir və ona görə tələb edirik ki, quru sərhədlər açılsın. Və bilirsiniz ki, aprel ayının 1-nə qədər hələlik uzadılıbdır. Əgər bu dövr ərzində quru sərhədlər açılmazsa, biz məhkəmələrə, yəni aldığımız cavabı və yaxud da cavab almadan belə Azərbaycanın məhkəmələrinə müraciət edirik. O cümlədən də Qurban bəy Məmmədov boynuna götürdü ki, Avropa məhkəməsində bu barədə müfəssəl iddia ərizəsi ilə çıxış edəcəkdir. Bu qədər. Təşəkkür edirəm Namizəd bəy. Yeri gəlmişkən millət vəkili Əli Bədalov xatırlatdı ki, dəniz yolu ilə Türkmənistanla da eyni problem yaşanır. Onu araşdırmaq lazımdır və əgər bu fakt öz təsdiqini taparsa, bunun da, yəni bu faktın özünün də ümumən məsələyə vurduğu ziyanı da düşünürəm ki, nəzərə almaq lazımdır. Təşəkkür edirəm Namizəd bəy. Həm gözəl təşəbbüs göstərmişsiniz, məruzə ilə çıxış eləmişsiniz və məruzənin də gərəkicən bu qərarın da hazırlanmasına görə təşəkkür. İnşallah iclasdan sonra müzakirə eləyərik, onu dərc eləyərik və istiqamətdə də fəaliyyətə başlayarıq. Var olun Namizəd bəy. Çox sağ olun.